Bugün çevre özlü bərabər söz hərəkətdə təcil olan bölməsində 35-ci və 36-cı suala baxacağıq. 35-dən başlayaq. 35-ci sualda bizə belə bir qrafik verib. Çevre özlü bərabər söz hərəkəti zamanı dövr etmə periodunun hansı ifadə ilə təyin edilir? Baxıb görürük ki, təcillə məşqçi qasımı təcil və radius qrafiki var. Grafikini görürük. Baxaq. Biz bilirik ki, uşaqlar, yəni burada nə gəlir bizə? Period deyir, R var. Baxsaq, burada uşaqlar A var. Böyük T-ni deyir və balaca R var. Radius var. Onda biz bu üç kəmiyyətin asılı olan düsturu var bizim bildiyimiz A-nın. Yəni məşqçi qasma təcilinin. A bərabərdir 4pi kvadratı R böl periodun kvadratı. Bizdən buradan uşaqlar periodu deyir. Onda buradan period tapsam nə olacaq? T kvadratı bərabərdir 4pi kvadratı R böl A-ya. Uşaqlar, buradan mən kvadratı atsam, bu kvadratı burada desəm ki, yoxdur. Onda nə olacaq uşaqlar? Bu düşür kök altına, elə deyilmi? Kök altından uşaqlar 4 var və pi var. Nə oldu? Buradan 2 pi-ni çıxartdım kökün xaricinə. Burada nə qaldı? R böl A qaldı. Biz Pifagor teoreminə görə uşaqlar bu A-nı bura köçürə bilərəm. Belə bura. Bura A desəm, burada R desəm. Baxıb görürüm uşaqlar. Biz Pifagor teoremində bilirik ki, A böl R tangens alfadır. Amma bizə R böl A yazıb. R böl A-dır. Onda bu buna olacaq kotangens alfa. Onda biz buna kotangens desək, cavabımız nə olur? Y bəndi olmuş olur. Okay. 36-ya baxaq uşaqlar. 36-da nədir? Yenə bərabər şərt hərəkətdir. Amma burada bizə bucaq sürətini artıq deyir. Bucaq sürətini tap deyir. Bizim bucaq sürətimizlə təcil olan düsturumuz var. A bərabərdir omega kvadratı R. Okay. Biz buradan bizdən omeganı soruşur. Yəni bucaq sürətinin. Omega kvadratı bərabərdir A böl R. Yenə bu kvadratı uşaqlar buradan 60 olsam, kvadratı yoxdur demiş olsam, nə olur onda? Bunu yenə kök altına salmış oluruq. Yenə Pifagor teoreminə görə A-nı bura gətirsəm, burada R desəm yenə, R desəm, bu R-i, yəni bu R fərqi yoxdur, radiusdur. Nə olur uşaqlar? A böl R. A böl R nəyi verilmişdi? Bayaq dedim. Tangens alfa. O da bərabər olur. Tangens alfa o da bərabər olur. A bəndinə. Cavabımız burada görünür.